Salam, hər vaxtınız xeyirli olsun. Fiqurların sahəsi 9-cu sinif 141-ci sual. Deyir ki, deməli, oturacağı 8 olan bərabəryanlı iti bucaqlı üçbucağın radiusu 5-dir. Yəni böyük eri 5-dir. Sonra bizə deyir ki, çevrə daxilinə çəkilmişdir. Deməli, çevrə xaricdədir. Və üçbucağın sahəsini tapın. Bərabəryanlı olduğu üçün A qeyd etdim. 8 də 2 yerə bölündü, 4. Əgər xaricə çevrə çəkilirsə, ABC bölünsün 4-dən hesablayırıq. Bərabər yanlı olduğu üçün A qeyd edirik. Çünki bunun B-si yoxdur. A vurulsun, digər tərəfi 8 bölünsün 4 vur. 4 aşağıdan tapdığımızı deyək. Oturacaq vurulsun hündürlüyün yarısı. 2-də 1 AH düsturuna görə 8H bölünsün 2 eləyir 4H. Gətirib bu S-in yerinə 4 vurulsun. S-in yerinə nə qoyacaq? 4H. Və olacaq A-nı aya vuranda A kvadratı 8 ilə 4 digərləri ixtisar edəcək. Olacaq A kvadratı bölünsün 2H bərabər 5. Və burada A kvadratın Pifaqordan necə tapırıq? H-ın kvadratı üstəyə 4-ün kvadratı bərabərdir A kvadratı. Yazdıq H kvadrat plus 4-ün kvadratı bərabər A kvadratı. H kvadrat plus 16 bərabər A kvadratı. Gətirib baxın, bu misalda A kvadratının yerinə H kvadrat plus 16 bölü 2H bərabər 5 yazırıq. Çarpaz vururuq. H kvadratı plus 16 bərabər 10H. H kvadrat minus 10H plus 16 bərabər 0. Kökləri tapırıq. 8 ilə 2. Kiçik kökü kənara qoyuruq. Çünki 8 ilə 2-nin hasili 16. Cəmi müsbət 10 eləyir. Sahəni istəyirdi. Sahəni buradan 4H tapmışdıq. S bərabər 4H-a görə 4 vur 8 bərabərdir 32 sm kvadrat.